Hər şey salamlar əziz izləyicilər və əziz futbol sevərlər. Bugün sizlərlə birlikdə mənə hədiyyə göndəriblər və biz bu hədiyyəni açırıq. Gördüyünüz kimi burada Qarabağın boksu var və bir də əlavə Qarabağın bir dənə kapşonlusu var. Bəli, ilk boksdan başlayırıq. Bəli, boks gördüyünüz kimi belədir. Hatta içini göstərim sizə. Bəli, indi biz başlayırıq nədən? Burada bir dənə kepka var. Qarabağın kepkası. Gördüyünüz kimi burada Qarabağın logosu var. İki ulduzludur və Qarabağ FK yazır. İndi başımda məncə yaxşı dayandı. Bunu tez-tez taxacam. Daha sonra burada bir dənə termosumuz var. Üstündə yenə Qarabağ FK yazılıb və yenə iki ulduzludur. Gördüyünüz kimi burada bir şüşə kimi bir şey var. Bunu belə eləyəndə, üstünü sürtəndə dərəcəsini göstərir. İçinə hər hansı bir şey qoyanda, su qoyanda dərəcəsini göstərir. Daha sonra burada bir dənə bloknotumuz var. Üstündə Qarabağın yeni logosu var. Qarşısından belə görsənir. Başqa. Burada bir dənə kaşlokumuz var. Gördüyünüz kimi cırt-cırtlıdır. İçi də bu şəkildə. 3 tane kart qoymağa yeri var. Şəxsiyyət vəsiqəsini qoymağa yer var və pul qoymağa yer var. Burada bir dənə zamoklu yer var. Bir də burasında zamoklu yer var. Bu zamoklu yerlərə də qəpikləri qoymaq üçündür. Və ən vacib olan hədiyyə şərf. Gördüyünüz kimi burada Qarabağın şərfi var. Burada Qarabağın yazısı yazılır. Logosu var və Çempionlar Liqasının logosu da var. Möhtəşəm bir hədiyyədir bu da. Bunu qatlayıb qoyuruq qırağa. Və burada 2 dənə hədiyyəmiz qaldı. Bir, bu bəziləriniz başa düşməyə bilər. Bu naklenkadır. Kartın üstünə yapışdırmağa. Hətta sizə göstərim necə işlədilər. Buradan yer var. Buradan ayırırsan, bu hissəsini yapışdırırsan kartın üstünə. Burasını yapışdırırsan kartın üstünə. Daha sonra burada bir dənə belə hədiyyəmiz qaldı. Bu açanın üstünə asılları bulyok. Bunun Qarabağ versiyasıdır. Gördüyünüz kimi burada həm Qarabağ var və yenə bir Qarabağ var logoları olaraq. Mən bunu açanın üstünə asacağım. Həqiqətən də çox qəşəngdir. Bəli, boksumuz bitdi. Boksumuz bu qədər idi. İndi isə bu köynəyi açırıq. Bəli, bu köynək və bu kapşonludur. Qabaqdan başlayaq. Gördüyünüz kimi qabaqdan Qarabağ yazılır. Qarabağın logosu var və Çempionlar Liqasının logosu var. Möhtəşəmdir. Qabaqda sonra bu hissəsində cibi var. Daha sonra arxasına keçəndə arxasında da Nihat 12 yazılır arxasında. Həqiqətən deyirəm, çox möhtəşəmdir. Və bəli əziz izləyicilər, yeni bir videomuzda bu qədər idi. Məncə çox maraqlı bir video oldu. Hədiyyələrimizi açıq qurtardıq. Sizdən bir istəyim var. Kanalıma abunə olub like atmayı unutmayın və yorum yazsanız sevinərəm. Hələlik sağ olun, salamat qalın.